Həzrəti İbrahim necə haqqı tələb etmək ısrarlı, eləcə də qeyrətli. Görün qeyrətə baxmışsınız. Həzrəti İbrahim yola düşür, Misirdən keçib getməlidir Fələstinə. Sara xanımı aparırdı, xanımıdır. Bir dənə sandıq üzər. Açıq-saçıq geyinməmiş ki, Həzrəti İbrahimin yoldaşı. Bağlıydı, hicablıydı. Amma yenə dözməyib, bir sandıq düzəldir. Sara xanımı sandığın içində gizlədir. İndi gəlir Misirə, Misirin sərhədində bunu saxlayırlar. Misir hakimi də qanun qoyur. Kim Misirə daxil olursa, nə qədər malı varsa hesablanacaq, onda biri mənim. Nə qədər mal aparırsan, görünürdə işləyənləri o Misirin sərhədində dayanan Misir hakiminin işçiləri başladılar Həzrəti İbrahim mallarını ötməyə. Mallarına baxdılar, qoyunlarına baxdılar, hamısı gəldilər sandığa saxlayırlar. Dedilər, bu nədir? Həzrəti İbrahim görün nə deyir? Deyir, hesabla bunu qızıl gümüş olsa bunun içində nə qədər? Hesabla mən bunun onda birini verəcəm, amma içinə bax. Bu bot sandırdı, sən bunun için qızıldan dəyər, gümüşdən böyle dəyər yoxdur ki sizin. Fərz elə ki bunun içində qızıldır. Gümüşlü onda biri mən verirəm, hesabla mən veririm. Mən rahat olacağım, nə deməkdir? Bu nə qoymur açma? Maraqlı da insan qadağan olan şeyə istəyir baxsın, görsün nə var ki burada bu qədər bu əhəmiyyət verir. Bunlar çox ısrar elədi, Həzrəti İbrahim çox ısrar elədi. Artıq məcbur elədilər. Həzrəti İbrahim açdı sandığı dedi, bu mənim xanımım. Həm mənim xalam qızıldır, həm də mənim xanımım. Bu görmüş üçün narahat oldu, həm də təəccübə gəldi. Dedi, bu nə təfəkkür təəccüb? Camaat arvadını göstərir, camaat baxmır xanımı necə geyinir, qızı necə geyinir. Bu nə edir? Allah əkbər, bu nə təfəkkür təəccübü? Bu nə cəmiyyətimizdə qızılın, gümüşün gizlədir, ona dəyər, arvadını qoyub çöldə. Qızılın, gümüşün elə yerdə banklarda qoyub baxılmasın, yəni arvadına o qədər dəyər verilir. Qoy arvadına başqa kişilər baxsın, vecinə deyil. Görünüş istədir ki, mən belə sizi qoymuram, icazə vermirəm. Gedim Misirin hakiminə xəbər verim sonra. Misirin hakimi deyirlər, Misirin hakimi deyir ki, gətirin o sandığı mənim yanıma. Bağlı halda içində Sara xanımı gətirin, tək gətirin. Görün Həzrəti İbrahimdən. Dedi, bu sandıq o vaxtı tək gedər hakimin qazı qədər mən ölüm. Məni öldürün, sonra bu sandığı apar. Bu Həzrəti İbrahimin yoludur. Quran deyir, Usvetül Həsənə. İbrahim sizin nümunədir. Hələ hicabından əlavə istəmir də kimsə görsün. İbrahim dedi, gələk məni öldürəsiz. Məni öldürəsiz, sonra sandığa aparasız. Getdilər hakimə dedilər ki, o şəxs bunu deyir, dedi, ikisini də gətirin. Gəldilər hakimin yanına. Hakim dedi, açın sandığı. Həzrəti İbrahim dedi, bütün varımı verim. Bütün malımı verəm, əl vurum sana. Nəyim var, hamısını verirəm. Amma o sandığı əl vurum. Hələ bizə nə olur? Hələ bir dənə zalim durub deyib ki, hicab qadağası var. Biz hicaba qədər görmüşük. Bəziləri keçiblər duaya. Burada bir nöqtə var, dua nöqtəsi də var. Hicab qadağa da dərhal barışır. Hətta zalim hakimiyyətdə biz hökumətlə hökumət eləyənmərik, da deyibsə qızımızın başına sarı göndərək. Sən İbrahim yolu getmirsən. İmam Hüseyin yolu getmirsən. Nə tez günahla barışdın, nə tez zillətlə barışdın. İbrahim hər şeyin verir, nəinki xanımın hicabı asılacaq, sandığın ağzı asılacaq. Bir hər şeyini verirəm ki, bir göz naməhrəm gözü dəyməsin xanımıma. Bir fasiqin gözü dəyməsin. Napakin gözü dəyməsin xanımıma. Nəinki onun hicabını asılı o şey dedim, sandığı açma nəyim var verim. Şah narahat oldu, hakim də imkanlı adamdır, bunun pula ehtiyac yoxdur ki. Dedi, yox, açılmalıdır. Həzrəti İbrahim ısrar elədi, hakim diyor açılmalıdır. Axır məcbur elədilər, sandığı açdı. Həzrəti İbrahim dedi ki, mənim xanımımdır. Sara xanım mənim xalam qızdır və xanımımdır. Hakim əlini uzadırdı xanıma, Həzrəti İbrahimə. Duanın yeri buradadır. Görün nə qədər mərhələdən keçdi. Dedi, ilahi, xanımıma ki, hakim uzadıb əl, onu saxla. Hakimin əli yerində dondu qaldı. Bunu tərpənmir. Nə qala nə qala. Duanın yeri bax bura əzizim. Hicab qadağası çıxan kimi bu sözləri deyəsən ki, Allah həll eləyəcək, ilahi dua eləyib məsələ həllinə, bu İbrahim xəttidir. Sona qədər mübarizə apar, nəyə gücün çatır onu elə, sonda gücün çatmayanda dua eləyərsin. Amma tam əksinədir. Tam əksinədir. Bəziləri ancaq dua ilə görürlər. İmam Hüseyin ağa dua eləyənməzdir, Yezid məhv nabud olsun. Və həm Həzrət İbrahim dua eləyənməzdir. Baxı bu sünnət deyil. Baxı bu Allahın qoyduğu qayda qanunlara uyğun gəlməyir. Sən indi içində bəzi narahatlıqlar var, bəzi qorxular var, bəzi nə bilim nələr var, məhəbbətlər var. Ona görə bir gün bu dini qoyasan, dua dini, yalnız dua edin məsələ həll etsin. Bu Quran xəttinə uyğun gəlmir. Bu Həzrəti İbrahimin xəttinə uyğun gəlmir. Bu İslam peyğəmbərinin xəttinə uyğun gəlmir. Dua hardadır? Müqavimətli elə, mübarizə apar. Meydanlarda ol, haqqını tələb elə son anına qədər. Malını da ver, canını da ver. Gördün hər şey gücün çatmır. Həzrəti İbrahim necə dua elədi, onda dua edərsən. Deyərsən ilahi, bu zalim rejimin əlin kəsizab. Nə qədər ki sən varsan, mən varam, dindar var, Allah sevən var, Allah sevgisi iddiasında olanlar var.
Hələ biz heç nəyimizi verməmişik duaya nə düşmüşük? Mesela Allah Taala səni nə üçün yaradıb, məni nə üçün yaradıb, imtahan üçün yaradıb da görün malımdan, canımdan keçirsən, keçməyəsən. Hakimin əli qurudu qaldı. Dedi İbrahim, sənin Allahın elədi bunu belə? İbrahim peyğəmbər dedi, bəli, mənim Allahım. Allah qeyrətliləri çox sevir. İbrahim. Qeyrət bir kişi xüsusiyyətidir ki, sən bəhsədə eləmişdin. İstəyir kafir olsun, istəyir mömin olsun. Kimizə qeyrəti varsa Allah xüsusiyyəti bəyənir. Həzrəti İbrahim də qeyrət göstərmə, qeyrətin bir simvoludur. Təsəvvür edin, baxın fikiriniz. Dedi Allah Taala qeyrətli kişiləri sevir, günahı da pis bilir. Ona görə sənin əlini qurutdu. Dedi onda Allah'a dua ilə mənim əlim düzəlsin, daha bu işi görmərəm. Həzrəti İbrahim dua elədi, hakimin əli qayıtdı, təzədən yenə də əli uzatdı. Yenə də Həzrəti İbrahim dua elədi, əli dondu qaldı. 3 dəfə təkrar olundu. 3 dəfə təkrar olundu bu hadisə. Axırda hakim dedi ki, Allahımdan istə mənim əlim açılsın, quruyub qalıb, əvvəlki vəziyyətinə qalsın. Həzrəti İbrahim dedi ki, bir şərtlə ki, yenidən cəhd eləmədi. Bir də bu şərtlə dua elə. Bu şərtlə Allahdan istə ki, mənim əlim bu halda qalmasın. Əvvəlki vəziyyətinə qalsın, mən də işim yox. Həzrəti İbrahim dua etdi. Hakim gördü ki, belə bir şəxsiyyətdir. Həm bunun qeyrətinə vurğun olur, həm bunun şəxsiyyətinə, həm bunun Allahına hakim əvəz oldu. Həzrəti İbrahimin dinini qəbul etdi. Üzrxahlıq elədi.